Başlayaq doğma Qarabağımızdan. Hə, başlayaq. Mən çox istəyirdim ki, mübarizə olsun. İndi aydın məsələdir, indi bizə izləyənlər də görəcəklər. Biz deyə bilmərik də Qarabağ udacaq da misalsında. Bu yəni Qarabağ fanatları da bizdən düzgün başa düşsünlər. Yəni biz çalışırıq maksimum dərəcədə realistik olaraq danışaq da. Yəni Chelsea büdcəsi, Chelsea heyəti, Qarabağın büdcəsi, Qarabağın heyəti. yəni Hə. Chelsea Premier Liqa komandasıdır. Aydın məsələdir ki, bu oyunda nəticə əvvəldən məlumdur. Yəni Chelsea qələbə qazanacaq. Amma yenə də futbolda mübarizə deyilən bir şey var. Rəqibin Chelsea olsa belə sən Bəli, yəni sən mübarizə göstərməlisən. Qələbə niyyəti ilə çıxmalısan, böyləsən. Çıxmalısan qələbə niyyəti ilə, tam bacararsansa Və xalq apar. Qarabağ Atletik Bilbao oyundan sonra Qurban müəllim dedi ki, biz komanda daha bir böyük futbol nədir onu gördülər. Yenə də böyük bir futbol olacaq. Yəni bu heyət üçün böyük bir təcrübədir. Beləliklə hesab 0-3 Chelsea-nin xeyrinə. Mən də düşünürəm ki, Chelsea qalib gələr. İstəyirəm bir dənə gol vursun Chelsea, deyək ki, bir dənə gol vurduq, düzdür. 3 dənə buraxdığın birini vurduq. Chelsea xalq aparda bilməyəcəyik. Mən düşünürəm ki, Chelsea-yə məğlub olarıq. Mən də elə düşünürəm. Sağlıq olsun. Yəni ki, Qarabağ fanatları bizi başa düşər. Hə. Ya da ki, Qarabağ özü bizi təəccübləndirsin. Tək ki bizim dediyimiz proqnoz səhv çıxsın. Hə. Bu xüsusilə qeyd edirik.